Hə. Baxaq ikinci suala. Deməli 5.2 Cümən 2024 test olgusu kütlə payı kütlə nisbəti. Deyir, maqnezium karbonat birləşməsində elementlərin kütlə nisbəti. Bir maqnezium var. Bir maqnezium nə qədərdir? 24. Bir karbon var. Bir karbon 12 və bir oksigen, burada heç oksigen var. 3. Bir oksigen nə qədərdir? 16. 3 oksigen, 3 vurulsun 16. 24, 12, 48. 24, 12, 48. İxtisar apar, hər tərəfisiyə 12-yə. 2, 1, 4. Hə, 2, 1, 4. C var. 2, 1, 4. Sonra. Sonra. Xrom oksidə, xrom 6 oksid. Xrom oksidə birləşməsində elementlərin kütlə nisbəti. Bir xrom nə qədərdir? 52. 52 nisbət. 3 oksigen var. Hər oksigen 16'dır. 3 oksigen, 3 vurulsun 16. Neçə eləyir? 52'nin 48'ə nisbəti. Çarpar 52, 48. Hər tərəfi necə gedə bilər? Hər tərəfi 4'ə aparsan 13 ilə 4'ə aparsan 48'ə 12. 13 bölünsün 12. B var. Tamam. Sonra neçə? 4. Kuprum mis 2x. Yəni mis 1x birləşməsində kuprum 2x. Deyir, mislə buradakı olan misin miqdarını, x-in miqdarını kütlə nisbəti 4'ü birədir. Burada mis nə qədərdir? 2 dənə. 2 mol mis, 2 mol atom mis neçə qramdır? 1,64. İkisi 2 qram 64, 128 və bir də x var. 128 bölünsün x bərabərdir. 4 bölünsün, 4 bölünsün. Neçəyə? 1'ə. Elə. Çarpaz edirsən onu. 4 vuraq x. 4x bərabərdir. 1 vuraq 128. 128. X ilə bərabərdir 32. Yəni, x-in nisbi atom kütləsi 32'miş. C variantı. Sonra 5. Mis 2 sulfat birləşməsində elementlərin kütlə nisbətini müəyyən edin. Aha. Deməli, gəl baxaq. Bir mis var. Bir misin kütləsi 1 atom mis, 1 mol atom mis 64. Bir ədəd kükürt var 32 və 4 oksigen var, hərəsi 16, 4 16, 64. İxtisar apar 64, 32, 64. 2, 1, 2. 2, 1, 2. C var. Sonra. Aha. Maddə C2H6 tərkibində karbonun kütlə payı. Aha. Deməli C2H6-da gəl baxaq. Burada neçə karbon var? 2. 2 karbon neçə qramdır? Birim 12'dir. 2 qram 12. 1 hidrogen 1 qramdır. 6 hidrogen 6 qram. O da 24, 6, 30. Bu maddənin bir tam kütləsi 30 qramdır. 30. İndi nəyi soruşur? Karbonu. Burada karbon nə qədərdir? 24 qram. Karbonun kütləsi. 30 qram cəmi kütlədir. İçərisində 24 qram karbon var. 24 bölü 30 vuraq 100. Yəni karbonun kütləsi bölünsün cəmi kütlə vuraq 100. Bu neçə deyir? 80%. Bəli, 80%. Bəli, 80%. Bir var. Sonra. 7 cəmi. Neçə? 7. Baxaq. Deməli, CX-H2 birləşməsində maddədə karbonun kütlə payı 75%'dir. Aha. Maddənin nisbi molekul kütləsini hesabla. Bax, burada belə deyək də, faizinə görə birləşmənin formu tərtib olmasına qaydamız nə idi? Hər elementin öz faizi, öz atom kütləsinə bölünür və bu kəsirlər bir-birinə bölünür. Oradan da ən sona çıxarılır tam ədədlərin nisbəti. Karbon neçə faizdir? 75. Karbonun faizi 75'i bölürsən, karbon atom kütləsi 12'yə. 100%'in 75%'i karbon, neçə faiz qalır? 25% nədir? Yerdə qalan hidrogen. Hidrogenin faizini bölürsən, nisbi atom kütləsi 1'ə. 12'də 75 bölək, 25'də bölək 1. İndi bu kəsirləri ixtisar apar. 12'də 75, 1'də 25. 4'də 3, 1 bölək 1. Buradan da nə qalacaq ən son? 4'də 3 ilə. Birinci nisbət nəyə aiddir? Karbona. İkinci nisbət nəyə aiddir? Hidrogenə. Deməli, karbon 3, hidrogen 4. C3H4.
Aha. Onu da C hesab çaşır. edir. Bizə nə soruşur? Bunun bəli, bir tam kütləsi, molekül kütləsi. Neçə deyir? 1 karbon 12, 3 karbon, 3 vuraq 12, 36, 4 tane 4 vuraq 1, 4, bu deyil, 40. Bəli, molekül kütlə cəmi, daha doğrusu, karbonun kütlə payı demir, 75%. 70 bölü 12, 25 bölü 1, o da 25%. daim 12'de 75 değil, 25 bu kısa getən tərəf 25'ə, 12'də 3, daim 12'də 3 eləyir, 12'də 3 eləyir, 4'də 1, 4'də 1, 4'də 1, 12'də 3, burada qalır nə? 12'də 3, 4'də 1. 4'də 1 də olur CH4. CH4'də isə kütlə neçə eləyir? CH4'də 1 karbon 12, 4 4, 4 vuraq 1, 16, bəli, molekül kütlə 16. Sonra dəmir bu oksigendən əmələ gəlmiş maddədə elementlərin kütlə nisbəti 7-dir. Yenə eyni şeydir. Elementlərin faizini, kütlə nisbətini nəyə bölürük? Öz atom kütləsinə. Dəmir və oksigen. Dəmirin kütlə nisbəti 7, oksigen də 3. Deməli, 7-ni bölürsünüz atom kütlə dəmir 56-ya, 3-ü bölürük oksigen kütləsi atom kütlə 16-ya. 2 dənə kəsir, 56-da 7, nisbət 16-da 3. Xıçar apar, deməli 56-da 7, 8-də 1, bölək 16-da 3. Hər tərəfi 16-ya vursaq, bura 2, bura 3 qalır. Birinci elementin nisbəti dəmir ayağında 2, ikinci element oksigen 3. Ferum 2 O3. Nəyi soruşur? Ferum 2 O3-ü nəyini soruşur? Ferum 2 O3-ü. Molekül kütləsini, ml-ni hesabla. 2 dəmirin kütləsi 2 vuraq 56, üstə gələk. 3 oksigen 3 vurulsun 16. O da 112 üstə gələk 48, 160. Bəli, tam molekül kütlə qədərdir? 160 qramdır. Növbəti. Azotun oksidləri XYZ. Oksiddə oksigenin kütlə payı yuxarıdan aşağı get-get neyiniyir? Artır. Aha. Digə baxaq. Məntiq nədir? Yuxarıdan aşağı oksigenin kütlə payı artırsa, birinci maddədə oksigenin sayısı azdır, azot sayı çoxdur. Hansı verilən variantda azotun indeksi daha çoxdur, oksigen azdır. Mümkün dərəcə. N2O, N2O ilə bunlardan. Bu getdi, bu getdi. B-ci. Get-gedə azot sayısı azalır, oksigen sayısı artır. N2O, NO, NO. Görürsən, N2O-da bir azot var, 2 azot var, bir oksigen var. NO-da bilinmirədir. NO2-də isə bir azot, 2 oksigen var. Onda B variantı. Oksigen sayı artmalıdır get-gedə. Azot sayısı azalmalıdır. Növbəti. D. Hansı ifadələr maddənin keyfiyyət və kəmiyyət tərkibini bildirir? Bir su molekulu 2 hidrogen və 1 oksigen atomundan ibarətdir. Deməli, bir su molekulunun tərkibində 2 hidrogen, 1 oksigen var. Bu nədir? Kəmiyyət. Say kəmiyyətdir, elementin növü keyfiyyətdir. Harada say, kütlə miqdarı və say deyilərsə, bu kəmiyyətdir. Səncə bu nədir onda? Kəmiyyət. Hidrogen, oksigen, yəni say miqdarında 2 hidrogen, 1 oksigen var. Deməli, bu nəyə aiddir? Kəmiyyət miqdarında, ikinciyə aiddir. 1. Sonra, su molekulu hidrogen və oksigen atomlarından ibarətdir. Eləcə hidrogen və oksigen nəyə bildirir işarədə? İşarə nədir? Keyfiyyət. Hansı element növü olduğu. Keyfiyyət nədir? Buna aiddir. Suda hidrogen və oksigen atomlarının kütlə nisbəti, bayaq demişdim. Kütlə say nisbəti nəyə aiddir? Kəmiyyətə. Kütlə, say miqdarı kəmiyyətdir, tərkibindəki elementlərin növü keyfiyyətdir. Onda bu hansına aiddir? Kəmiyyətə. 2, 1, 3. D variantı. Sonra. Hansıdır? 11. Hansı qazın keyfiyyət tərkibi C2H4-dür? Verilən cavablarda hansı qazın tərkibində karbon və hidrogen var? B-də. Ancaq bəli, karbonla hidrogen B variantı. Ancaq karbon hidrogen olur. Bəli, yəni bu da eyni olan. Burada da var deyirsən burada? Karbonla hidrogen. Yəni keyfiyyətdə oksigen var. Bəli, o getdir. Yəni sadəcə karbon və
hidrogeni ola bilən tərkibində yalnız. Burada 12. C4H6 molekulunda atomların neçə faizini hidrogen atomları təşkil edir? Burada cəmi neçə atom var? Miqdar cəhətdə 10. 10 atomdan neçəsi hidrogendir? 6 elə. 10'da 6, bura 60%. Bu qədər. Hansı maddələrdə elementlərin kütlə nisbəti eynidir? Burada nə etməlisən? Elementlərin kütləsini bir-birinə bölməlisən. Burada olan kütləsini. Bir karbon neçə qramda? 12. Burada bir dənə karbon var. Bir karbon 12, 3, 1, 4 dənə hidrogen var. 4, bir oksigende 16. Ilıq çarpar. 6 karbon, 6 bıraq 12, nisbət. 12 hidrogen var, 12 bıraq 12. 6 oksigende 6 bıraq 16. 6 bıraq 12 karbon, 12 hidrogen var, hərəsi 1 qram, 12 bıraq 12. Bir də 6 bıraq 16. O da yenə nədir? Oksigendir. İlıq çarpar. 2 karbon var, 2 karbon, 2 bıraq 12. 5 1, 6 hidrogen var, 6 bıraq 1 hidrogen və 1 oksigen var, o da 16. 16 bıraq 1. Bunu ixtisarı var. Burada isə 1 karbon 12, 1 oksigen var, 2 hidrogen var, 2 bıraq 1, 2. Bir də 1 oksigen var. Nisbət 1 bıraq 16. 16. İxtisarı var. Bizdə hamısı örnəyi tüm birə bölünsün 3, 1, 4. Burada 12, 12, 6, 6'ya gedəndə 12, 6'ya gedəndə 2, 16. 12, 2, 16. Sıra var. 6, 1, 8 ilə. 6, 1, 8. Burada da 24, 6, 16. 6'ya getməz. 4'e gedər. 4'e gedəndə, 4'e yox, 2'ye. 2'ye gedəndə 12, 2'ye gedəndə 3, 2'ye gedəndə 8. Burada 12, 2, 16. 2'ye gedəndə 6, 1, 8. 6, 1, 8. Bu. 3'dən 4, 6, 1, 8. Düzdür? Növbəti. Hansı qaz eyni şəraitdə havadan yüngüldür və keyfiyyət tərkibi C2H2? Tərkibində ancaq karbon və hidrogen olmalıdır və havadan yüngül, molyar kütləsi 29-dan az olmalıdır, kiçik olmalıdır. Deyil. C2H6 bunları saxlayaq. Bu getdi, bu ikisi qaldı. Karbon və hidrogen olan bir A variantı ancaq, bir də C variantı. Onlar keyfiyyət eyni olan. C2H6-nın kütləsi hesablayır. 2 karbon, 2 bıraq 12, 6 hidrogen, 6 bıraq 1, 30. CH4, 1 karbon 12, 4 dənə hidrogen 4, o da 16. Hansı qazın kütləsi 29-dan kiçikdir? CH4-lə. Deməli, maddəmiz budur. CH4. Həm kütləsi azdır, 29-dan kiçikdir. Mol maddə miqdarı, 4-cü bölümdə nə demişdik? Qazın molyar kütləsi 29-dan kiçik olarsa, nə gedir bu? Yüngül qaz. Molyar kütləsi 29-dan böyük olarsa, nə olur? Ağır qaz. Növbəti. Bu da eyni şeydir, bəlkədir. Hansı birləşmədə elementlərin kütlə nisbəti, bəlkə qayda, eyni misal işləyərsən. Yenə kütlə nisbəti, bu nisbətlərdir, eyni şeydir, kütlə nisbəti. Birləşmədə azotun kütlə payı müqayisədir. Özü də görə bunu dəqiq demişəm. Hansında azot çoxdursa, orada azotun kütlə payı çoxdur. Hansı maddənin tərkibində? Bəli, ən çox birdə 1, ondan sonra 3 bərabər, 1 azot oksigen. Ən az harda nisbət? 1 azota 2 oksigen, o da 2 ilə. Oksigen axı üçüncüdən çoxdur. Yox, çox deyil. Çox içində 3-dən 5 bölünməli. Yox. NO2-də oksigen nə qədərdir? 2. Bəs azot. Burada 1-in birədir. Burada 2 azot 1 oksigendir. Ən çox azot hardadır? Birincidə. Sonra üçüncüdə 1-in birədir, orta qiymətdir. Ən az hardadır? 1-in 2 olanda. Hərələr nisbətə. Nisbətə baxalım. Aha. Sonra. Növbəti. Deyir, karbonlu hidrogenli birləşmədə karbonun kütlə payı 90%-dir, hidrogenin kütlə payı 10%-dir. Qaydamız nədir? Elementin öz kütlə payı nəyə bölünür? Öz nisbat kütləsinə. Öz kütlə payı bölünsün nisbat kütləsinə. Nisbat kütləsi 1 hidrogen. Qısa, burada nə qalır?
hər tərəf ona bölsən, 12-də 9, nisbət 1 bölək 1. Buradan da nə qalır? Qıçıraqlar 4-də 3 elə, 4-də 3, 1-i 1-ə, qalır 4-də 3. Birinci nisbət karbon 3-dür, ikinci nisbət nəyə aiddir? Hidrogenə. Hidrogen də 4-dür. Yığcamlaşdır, C3H4. Buradakı nisbətləri ardıcıl elementlərlə ayırmayarsan. Nə alındı? C3H4. X-in qiyməti 3, 1, 4. C3H4. Bu yerə 34 dənə. Bitirdik. Xeyr. Yaxşı. Bunları işləyərsən. Başa düşdün? Ha. Rahatdır mı? Bunları işləyərsən. Bunları götür. Birindən bunları işləyibsən.